Fe'lin üçüncü formu. Demək 18 üçün 30 saniyə başladım. 18'den we met the gallery's owner and he shared that the idea for the gallery was actually Dotes. Demək biz qaleriyanın sahibi ilə görüşdük və o da dedi ki, qaleriya ideyası onun qızınınkidir. Yəni onun hedirsə, his D variant götürərik. 19-30 saniye getdim. 19-cu testdə Emily had studied art history. Emily incəsənət tarixini üzrə təhsil almışdır and wanted to support emerging talent və istəyirdi ki, istedadlı şəxsləri dəstəkləsin. Overall, nəticədə was an inspiring experience that left us thinking about the power of creativity. Və bu söz demək istəyirik. Bu demək üçün bizə it lazım olacaq. Bu həvəsləndirici bir təcrübə idi ya da bir hadisə idi, hansı ki bizə yaradıcılığın gücü haqqında düşündürməyə qoydu. Azərbaycanca düz gəlmir. Düşündürdü yəqin ki, tezə daha düzgün olar. 20-30 saniyə getdim. Cümləmiz when-lə başlayır. Bu birinci işarəmiz. When-dən sonra bitmiş zaman işlənməz. Ona görə bitmiş zaman dərhal çıxardırıq. Sonra first humans, ilk insanlar. İlk insanlardan danışırıqsa, demək ki, bu məhz keçmişə aiddir. Keçmişə aiddirsə, indiki zamanları çıxardarıq. Cavabımız ya D variantı, ya da I variantı. İlk insanlar öyrəndilər, od qalamağı öyrəndilər. Nə vaxt ki, ilk insanlar od qalamağı öyrəndilər, onlar ətraf mühitlərini dəyişməyə bacardılar. Yəni, sadə keçmiş zamandır. Burada heç bir qeyri-adi əlavə bir zaman göstəricisi olmadığına görə sadə keçmiş zaman seçirik. 21. It is astonishing, heyrətamizdir ki, demək, what we və we-dən sonra biz nə verə bilərik? Məchul mu verməliyik, yoxsa məlum mu növ?
biz öyrənirik də yəqin ki. Biz öyrəniriksə məchulları çıxardaq, məlumları saxlayaq. Sən burada been learned var deməli, bu da məchuldur. Digərləri isə məlum növdür. Yaxşı, öyrənməkdən söhbət gedir. Heyrətamizdir. Biz nə öyrənirik? Demək, tarixdən əvvəlki olan izlərdən hansılar ki, qədim insanlar, fikir verin, qədim insanlar mağaralarda qoymuşdular. Yəni bizə ikinci hissədə mütləq keçmiş lazımdır. Çünki qədim insanlardan danışır. Will gələcəkdir, are indidir. Demək ki, testimizin cavabı B olacaqdır. Birinci hissə indiki zaman, ikinci hissə isə keçmiş. 22-ci test. Qeyd edeyim ki, 22-ci testin i variantı aşağıdadır. 30 saniye başladı. İnsanların rəqəmsal platformanın məhdudlaşdırılmasına ehtiyacları var demək üçün bizə need-dən sonra to lazım olacaq. Sonra isə need to understand. Yəni insanlar başa düşməlidirlər ki, məhdudlaşmalıdır rəqəmsal platformalar and learn və onlar, yəni insanlar həmin bu rəqəmsal platformadan necə istifadə etmək, yəni how-dan sonra feil gələsidirsə mütləq həmin feil to ilə verilməlidir. Yəni testimizin cavabı E olacaqdır. To understand, to communicate. 23. 23-cü testin cavabı B variantdır. Ev almaq elə bahalıdır ölkənin bu müəyyən ərazisində ki, nəticəni göstərir. Demək olar ki, hər kəs kirayə etdikləri evdə yaşayır. Yəni bu nəticə budaq cümləsidir. Elə bahalıdır ki, bu cür tərcümə olunur. Costly sifətdir. Qeyd edeyim, ly olmasına baxmayaraq. 24. Children 3.mothers. İki isim arasında whose yerləşdirərik. Təm budaq cümləsində iki isim arasında biz həmişə whose veririk. 25-ci test. Strict rules
Ciddi qaydalar müəyyən edilmişdir və burada açar sözümüz look like-dır. Look like bənzəmək deməkdir və look like baxın determine feildir. Yəni düşünməyəsiniz ki, burada bu isimdir, isimdən sonra nəsə verək, xeyr. Determine feildir və biz də feildən sonra bağlayıcı verəsiyik. Look like would-la uzlaşır. Demək, ciddi qaydalar müəyyən edilmişdir. Satılası olan meyvə və tərəvəz necə görsənməlidir? 26. Mətn verir bizə və mətnə aid 26-cı sualımız var. 1 dəqiqə 30 saniyə verəcəyəm birinci dəfə oxumaq üçün. 26-da mətni oxuya bilməyəcəyəm, çünki növbəti suallardır, həmin mətndəndir. Sualımız belədir ki, what does digital minimalism promote? Digital rəqəmsal minimalizm, yəni az istifadə nə inkişaf elətdirir? Burada cavab olaraq olacaqdır ki, C variant. Nəyə görə C variant? Yəni rəqəmsal istifadəni mənalı şəkildə üstünlük vermək lazımdır. Yəni nə üçün mən rəqəmsal, məsələn, biz indi onlaynıq. Nə üçün istifadə edirik? Dərs üçün. Səmərəli yəni istifadə edirik. Daha burada məsələn kənardan başqa reklamlar da gəlir, amma biz diqqətimizi yalnız sırf nə üçün açmışıqsa ona, yəni faydalı bir şey üçün istifadə etməliyik. Üstünlüyü ona verməliyik. Prioritizing yəni üstünlük vermək. Növbəti 27-ci sual yenə həmin eyni mətndən əlaqəlidir, amma 30 saniyə gedəcək. Sualımız burada happily miss out. Happily miss out hissəsinə baxaq. On everything else. Biz nə dedik? Nəyə görə o rəqəmsal minimalizmdən danışır? Yəni bizə lazım olan şey üçün biz internetə, yəni onlayn müraciət edirik. Testimizin cavabı happily miss out-un mənası olacaqdır B variant. It's beneficial to skip unnecessary online activities. Lazımsız onlayn fəaliyyətləri ötürmək lazımdır. Elə olsa daha faydalı olar bizim üçün.
Happily miss out o nöqteyi nəzərdir. Yəni o mənada verir. Düşək 28-də 30 saniyə başladı. Eyni mətndən işləyirik. According to the text, digital minimalists, rəqəmsal minimalistlər nə edirlər? Burada cavab olacaq C variant. Demək, öz onlayn fəaliyyətlərini dəyərli istifadə edirlər. Yəni lazım olan şeydə həsr eləyirlər, sərf eləyirlər vaxtlarını. 29 yenə həmin mətndən işləyirik. 30 saniyə getdi. 29-da oxuduğumuz mətnin fəlsəfəsi nə idi? Təbii ki, bu bizə bir bələdçi davranışını göstərirdi ki, biz əgər rəqəmsal texnologiya ilə rəqəmsal onlayn biz daim onlaynıq. Yəni amma biz onu vaxtımızı daha səmərəli istifadə eləsək, təbii ki, bizim üçün daha yaxşı olar. Yəni A variant olacaqdı. 30-cu test və 30 saniyə. Doqquzuncu testdə şərt budaq cümləsi olduğu görsənir. Yəni if-dən başlayır cümləmiz və if-dən sonra nə gələ bilər? Əslində burada verilənlər if-dən sonra would-u çıxardarıq. Yəni will gəlməz, would gəlməz. Demək ki, A yox, I yox. Bəs qalanları hansı variantı biz götürəcəyik? Məzmuna baxmalıyıq təbii ki. Məzmuna görə də qərar verməliyik. If you're in a part of the world where migratory birds spend their breeding season. Əgər siz elə bir, demək, dünyanın elə bir yerində yaşayırsınız ki, harada ki, köçəri quşlar öz artırma sezon dövrünü yaşayırlar, then you onda sizin elə bir fürsətiniz var ki, yuva qurma fəaliyyətini də izləyə bilərsiniz. Gördüyümüz kimi bu nə keçmişə aiddir, bu deyək faktdır. Yəni həyatla əlaqəli bir şeydir və hər an aktualdır. Ona görə testimizin cavabı B variant olacaqdır. 31-də başqa bir mətn gəlir. 30 saniyə, yox, 1 dəqiqə 30 saniyə gedəcək.
Demək, flow axın deməkdir tərcümədə. Flow ideyası nə demək, nədir kimi sualdır və cavabımız olacaqdır ki, bir variant. Tərcümə hal-hazırda eləyə bilməyəcəyəm, çünki immerse sözünün mənasını da bu testlərdə soruşur. Sonra isə immerse sözünü tərcümə etdikdən sonra buna yenidən qayıdarıq. 32. Yenə eyni mətndən işləyirik. 30 saniyə başladı. Tamam, ideyanı kim təqdim etmişdi? Bizim mətnimizdə Mixail Csikszentmihalyi Mihaili belə bir addır. Yəni C variant testimizin cavabı da psixoloqdur və onun tərəfindən həmin bu axım ideyası təklif olunmuşdu. 33-cü test üçün ümidvaram ki, ekranınıza gəlir, görsənir. Eyni mətndir. 30 saniyə başladı. What is typical feature of being in flow? Demək, axında olmağın tipik nəyi? Feature. Xüsusiyyəti nədir? Və burada nə deyir? Individuals often lose track of time. Nə edirlər? Track of time'ı itirirlər. Yəni vaxt gedir, sürətlə gedir. C variant. Yenə eyni mətndən işləyirik. Yenə və bu dəfə başqa suala cavab veririk. 30 saniyə. According to the passage, people in flow feel. İnsanlar həmin axında olarsa özlərini necə hiss eləyirlər və burada görürük ki,
enjoyment var, experience var. Yəni insanlar şən olurlar, diqqətləri həmin o nəyin üzərindədirlərsə, onun üzərində olurlar. 35. 35-də which word is closed meaning to immersion? Bayaq dedik ki, immersion sözünə qayıdacaq. Bu sözün mənası nədir? Və o sözü biz mətndə bu hissədə görürük. Immersion involvement, yəni tam fikri cəlb olunma deməkdir əslində. Immersion, involvement, yəni sinonim sözlərdir. Həmin o fəaliyyətə cəlb olunma. 36. Bizə verilən mətndə bizim diqqətimizi cəlb edən nə olmalıdır? Old buildings, yəni cəmdir. Cəmdirsə, fikir verin, biz nəyi çıxardarıq? Ayda təkdən işlənir. Demək, D variantı çıxartdıq. Sonra ikinci hissədə do durur. Do durursa yenə cəmdir. Deməli, biz sol tərəfdə də, sağ tərəfdə də cəmlə işləyəcəyik. Ayda tək ifadə edir. Çıxartdıq. İç tək ifadə edir, bunu da çıxartdıq. İki variant arasında qaldıq. Ya cavab B variantı, ya da C variantı. Baxaq cümləmizə. Köhnə binalar, yanğın söndürmə və yanğınla əlaqəli nədir? Alarm, yəni siqnalizasiya yoxdur, amma var. Ona görə də cavabı B götürəcəyik. Bir çox köhnə binalardan yanğın xəbərdarlığı yoxdur, lakin bəzilərində var ya da bəzilərində mövcuddur. C variantında məzmun amma kimi getməyəcəkdir. Çünki bəzilərində var, amma bəzilərində yoxdur kimi mənasız alınır. Amma B variantı qoyanda bir məna olur. 37-də dialoqdur. Dialoqu tamamlamaq lazımdır. Mən ekrana gətirdim, ümidvaram sizdə görsənir dialoq tamlıqla. 30 saniyə getdim. Can you tell me which part of the world's oceans is the deepest? Deyə bilərsənmi? Bu da Stefanın sözüdür. Müraciət edir Mayka və soruşur ki, deyə bilərsənmi dünyadakı okeanların hansı hissəsi ən dərindir? Cavab olaraq olacaqdır B variant. Düşünürəm ki, Marina Trench olacaq. Sakit okeandakı Marina Trench. Və sonra deyir ki, bəs sən bilirsənmi o nə qədər dərindir? Mike isə o cavab verir ki, mənim nə demək axtarışlarıma, məlumat topladıqlarıma görə onun dərinliyi təxminən 11 kilometrdir. 38.
38-də bizə bir fransız xörəyinin adı gəlir. Boeuf en croûte. Belə bir addır və bunun mənası da odur ki, mal əti demək qırıntıların içində, çörək qırıntılarının içində. Bu fransız dilində olan bir xörəyin adıdır. Fransız adıdır. Yəni gördüyümüz kimi ingilis adı deyil və is very similar. Bu həmin bu xörək ki var, İngilis xörəyinə bənzəyir. Hansı xörəyə? Beef Wellington adlı bir xörək adı da Leyla İngiltərə. müəllimə, müəllimə biz 38 elədik, heç baxmadım. Bağışlayın, mən də 39-a getmişəm. Hə. 39 işləmədi eləmi? Boy, yaxşı pozum. 38-də demək bizə unbelievable sözü verilir və burada deyir ki prefix. Prefix ümumiyyətlə sözün əvvəlinə qoyulan bir şəkilçidir, an. Və bunun mənası nədir? İnkar bildirir. Yəni not. 39. 39-da artikellə işləyirik və bizə Boeuf-en-Croûte adlı bir fransız xörəyinin adı gəlir. Bu xörəyin mənası odur ki, demək, mal əti və çörək ə, çörəyin xırçıldayan hissəsinin içində belə. Və fransız dilində olduğuna görə biz burada dil sözü yoxdur, ona görə French heç nəsiz verəcəyik. Yəni birinci boşluq verəcəyik. İkinci hissədə isə İngilis xörəyi də var, hansının ki Beef Wellington adıdır. Həmin o xörəklə eyni yeməklərdir. Sadəcə fransızlarda adı budur, ingilislərdə belədir. Xörəyin adı olduğuna görə ən artikelini veririk, çünki xörək saya bilirik və testimizin cavabı A olur. 40. Bizə verilir bir şəkilçi, hansı ki dog sözünə əlavə olunub və soruşur ki, bu şəkilçini əlavə eləyəndə hansı liq üzvü düzəlir? Təbii ki, isim düzələcək, C variant. 41-ci testdə biz verilən cümlələri elə düzməliyik ki, bizdən bir hekayə alınsın. Cavablar aşağıdadır. Yəqin ki, 1 dəqiqə 30 saniyə verərəm, çünki cümlələri böyükdür.
Testimizin cevabı, yəni bu hekayəni quranda nəticə olacaq A variantı. Kimlər ki A variantı seçiblərsə, onlar düzgün seçim ediblər. 3 ilə başlayırıq. When Eleanor returned to the island after 40 years. 40 ildən sonra Eleanor adaya qaydanda everything felt both familiar and foreign. Hər şey həm doğma, həm də yad gəlirdi. Sonra 6. She had avoided this place for decades. Neçə 10 illikdir ki, o həmin bu yerdən uzaq gedirdi, qaçırdı. Haunted by what had happened that summer. Həmin o yay vaxtı baş verənlərdən qaçmaq istəyirdi. 1. She looked down at the old map. O köhnə bir xəritəyə baxdı. Tracing the route with a shaky finger. Əsən barmağı ilə həmin o yolun üzündən getdi. Belə barmağından keçirdi yəni. Sonra 4 gəlir. A faded photo of her and her brother taken on this very beach fluttered out from between the pages. Həmin o xəritənin səhifələrinin arasından bir köhnə şəkil düşdü. Həmin bu şəkildə həm Eleanor və onun qardaşı elə bu çimərlikdə çəkilmiş şəkil idi. 8. With a deep breath, Eleanor stepped onto the narrow path that led to the sea. Çox dərindən nəfəs alaraq Eleanor dar bir cığırla dənizə tərəf getdi. 2. As she reached the cliff's edge, a wave of salty air hit her face. Demək, qayanın qırağına çatanda duzlu havanın dalğası onun üzünə toxundu. Bringing back memories, she thought she'd buried forever. Və ona köhnə xatirələri xatırladı. Həmin o xatirələr ki, Eleanor düşünürdü ki, həmin o xatirələri həmişəlik basırmışdı. Yəni unutmuşdu. Nasıl adı gedir bu? 5-dən The lighthouse, once abandoned, now stood tall and freshly painted, a sign that someone had taken care of it. Mayak hansı ki nə vaxtsa tərk edilmişdi, indi həm hündür, həm də yenicə rənglənmişdi. Elə bundan bilinirdi ki, kimsə həmin bu mayak üçün qayğı göstərir. 7-də It was time to stop running from the truth, from the past and from herself. Artıq qaçmaqdan dayanmaq vaxtı gəlmişdi. Həm həqiqətdən qaçmaq, həm keçmişdən, həm də özündən. Belə bir hekayəmiz var idi. Düşək aşağı. 42.